Tbilisi'de keçirilən Avropa çempionatında Azərbaycan cudosuna qarşı haqsızlıq. Bizim cudoçumuz Balabəy Ağayev yarım finalda yerli idmançı ilə görüşürdü və demək olar ki, qələbə də yaxın idi, şanslar da çox yüksək idi. Düzdür, rəqib dünya və Avropa çempionu idi. Ancaq əfsuslar olsun ki, son saniyələrdə hakimlər özlərindən, necə deyirlər, xüsusi bir fənd kəşf edərək Balabəyin şanslarını sıfıra yendirdilər və qələbəni Gürcü idmançısına verdilər. Balabəyə baxmaq doğrudan da çox çətin idi. Adamın ürəyi ağrıyırdı ki, çünki idmançımız neçə dəfə hakimlərə üst tutdu. Hətta yəqin ki, Avropa Federasiyasının prezidentinə də baxdı. Əli ilə işarə elədi ki, mənim haqqımı verin. Mən bura gəlmişəm Avropa çempionu olmağa. Ancaq necə deyirlər, hakim haqsızlığı bu dəfə də bizə qarşı oldu və Balabəy Ağayev finala çıxmaq əvəzinə birazdan sonra bürünc üçün güləşəcək. Ümumi yarışı götürəndə isə ilk gün 7 idmançımız tatamiyə çıxmışdı və onlardan 4'ü bürünc şansları var.